Salam, hər vaxtınız xeyir olsun. Deməli, yeni nəşr 7-ci sinif riyaziyyat dərsliyindən səhifə 12-ni açırsınız. Bu səhifədə 11-ci səhifədən qaldığımız yerdən davam edəcəyik. Dərsdən əvvəl qeyd edeyim ki, əgər bizim 5, 6, 7 və 8-ci siniflər üçün olan video dərslərlə hazırlıqlarımıza qoşulmaq istəyirsinizsə, bu zaman 077 325 70-77 nömrəsinin əlaqə saxlayıb istədiyiniz sinif üzrə qeydiyyatdan keçə bilərsiniz. Dərslərimizin aylıq ödənişi sadəcə və sadəcə 15 manatdır. Dərslərə nələr daxildir? Qoşulduğunuz sinif üzrə dərslik, Namazovun çalışmalar kitabı və DİM kitabının ətraflı video izahı, yəni səhifə-səhifə hər birinin video izahı, əlavə olaraq çoxlu sayda mövzu sınaqlarımız, onların izahları, KSG-lərimiz və aktiv WhatsApp qrupumuz bura daxildir ki, kiminsə videolarda nəsə başa düşmədiyi bir tapşırığı və yaxud da dərslərdə nəsə çətinliyi olarsa, bu zaman qrupda sualını verir, biz də cavablandırırıq. Bax, bütün bu qeyd etdiklərim hamısı aylıq 15 manata daxildir. Qoşulmaq üçün əlaqə nömrəmiz videonun sağ yuxarı küncündə göstərilib. Bizə yazaraq həm ətraflı məlumat əldə edə, həm də dərslərimizə qoşula bilərsiniz. Keçək indi dərsimizə. 4-cü tapşırığa baxacağım. Çalışma nömrə 4. Ölçmə məsələsidir. Deyir, bir neçə şagird polad lövhənin qalınlığını ştamberpərgər vasitəsilə ölçərək 1/1 dəqiqliklə aşağıdakı nəticələri əldə etdilər. Ədədlər düyümlə verilmişdir. Deməli, bir neçə şagird, bir dənə polad lövhə olur. O qalınlığın, bax bu alət vasitəsilə neynirlər? Ölçürlər. Və ölçəndən sonra ölçdükləri ədədi 1/1 dəqiqliklə, yəni 1/1-lərə qədər yuvarlaqlaşdırıb, bax burada neynirlər? Yazırlar. Yəni, biri 0,367 düyüm. Yəni, deyə bilərsiniz ki, bu santimetrdir, metrdir, nədir? Bu xeyr, bu düyümdür. Yəni, necə santimetr var, metr var, desimetr var. Eləcə də o cür ölçü vahidləri kimi düyüm. Bax, düyüm adlanan bir ölçü vahidimiz var. Yəni, belə deyək də, məsələn, 1 metr ölçü vahidi də var, santimetr ölçü vahidi də var, düzdür? Deyirik, 1 metrimiz 100 santimetrdir. Bir düyümdə təxminən 2,54 santimetrə bərabərdir. Yəni, 2,54 santimetrin fərqli cür adı bir düyüm adlanır. Bu təqribi ölçü, yəni təqribidir də, belə deyək. İndi şagirdlərin biri polad lövhənin qalınlığını 0,367 düyüm hesablayır. Digəri 0,368 düyüm hesablayır. O birisi 0,374 düyüm hesablayır və s. Hərəsi fərqli deməli cavablar alır. Və cədvəli bax, bu şəkildə qurublar. Məsələni ümumi izah eləyirdim. Hələ ki, gəlin variantlara baxaq. A variantına baxaq. Məsələni ümumi başa düşmək lazımdır ki, variantlarda cavabları tapa bilək də. İndi deyir, alınan ədədləri santimetrlə ifadə edin və kalkulyatordan istifadə edə biləcəyimizi bizə deyir. Yəni ki, məsələn, burada görürsünüz, burada nə qədər ədəd var. Onların hamısını santimetrə keçirəcək. Bəli, uzun olacaq, amma etməliyik. Məsələn, 0,367. Gəlin, ümumiyyətlə, belə eləyək də. Burada baxaq görək, nələr var. 0,364 var, düzdür. Gəlin, balacadan böyüyə doğru ədədləri düzək. 0,364 var. Sonra nə var? 0,365 də var. Deyib burada. Sonra 65-dən yenə var. Nəysə, ona baxarıq. 66 da var. Sonra 67 var. Elə birinci. Sonra 68 də var. Görək 69 var. Hə, o da var. Deyib burada. 369. 70 var. 70 elə budur da. 0,137 ilə bu 70 deməkdir. Gəlin onu da yazaq. 0,137 yazacağım. Sonda sıfırın mənası yoxdur. Yaza da bilərsiniz, yazmaya da bilərsiniz. 71 də var. Deyib burada baxın. Ardıcıl yazaq ki, bilək ki, nəyi yazmışıq, nəyi yazmamışıq da səliqəli olsun. Sonra 72 var. Görək, hə, deyib burada 72 də var.
Bunların hamısını santimetrə keçirəcəyik. 73 də var, 74 də var. Sonra 75 var, 75 də var. Gəlin belə eləyək də 75-ə qədər yazım. 0,373 də dedik var. 74 də dedik var. 75 də dedik ki var. 76 bəs. 76 da 76 da var. 77. 77 yox. Desə ən sonu 76-dadır. 76-dan böyük yoxdur. Ən böyük 76-dır. Da bunların hamısında yanında düyüm yazmayacağım ki, vaxtımız çox getməsin. Bunlar düyümdür. Və bunların hamısı düyüm deməkdir. Biz bunları təqribən neyəcək? Santimetrə keçirəcəyik. Və bir düyüm 2,54 santimetrdirsə, 0,364 düyüm təqribən nə qədər olar? Bax, kalkulyatordan istifadə edə bilərsiniz. 0,364-ü vururuq 2,54-ə. Onu da təqribən 0,9, 2, 4-dən sonra 5 gəldiyi üçün 4-ü 5 eləyəcəm. Santimetr. 0,925 santimetr olacaq. Bu birisilərdə. Hamısını santimetrə keçirmək üçün nə edəcəm? Təbii ki, 2,54-ə vuracam. Gəlirəm bu birisinə. 0,1000-də necə dəqiqə? 2,54 vurulsun. 0,1000-də 365. Bu təxminən 0,927. 7-dən sonra 1 var. Onu yuvarlaqlaşdırıram, elə 7 olaraq saxlayacağam. Sonra yenə də neyniyəcəm? Vuracam. 366-nı 0,366-nı 2,54-ə vuracam. Təxminən 0,92, 9,6 gəlir. 6-ya görə 9-u bir vahid artıracam, eləyəcək 10. Onun bir yaddaşı da gələcək 2-nin üstünə 2 olacaq 3. Santimetr. Buna baxaq. 67-yə vuracam indi. 0,932. 2-dən sonra 1 gəldiyi üçün elə 2 olduğu kimi qalır. Buna baxaq. 68-ə vuracam da indi. Deməli, bu da santimetrdir də vahidləri. 4-dən sonra 7 gəlir, 15 yazacağım. Yuvarlaqlaşdırırıq da, mində birlərə qədər yuvarlaqlaşdırırıq. Yuvarlaqlaşdırmanı da bilirsiniz hamınız, ta ki aşağı ibtidai sinifdən keçmişsiniz. Deməli, 0,93726 belə gəlir. Mən bura qədər yuvarlaqlaşdım. 7-dən sonra 5-dən balaca ədəd gəldiyi üçün 7 olduğu kimi qalacaq. Əgər 5-dən böyük ədəd gəlsəydi, 7 bir vahid artacaqdı. Sonrakılardakı yazılmır da. Əslində 0 olur sonrakılar, amma onluq ədədlərdə vergüldən sonra ədədin sonundakı sıfırlar bilirik ki, yazılmır. Təxminən 0, bu da belə olurdu. 9, 3, 9, 8 belədir. Bu 9-dan sonra 8 olduğu üçün 9 bir vahid artır. O artan 9 olur 10. Ondakı onun bir yaddası da gəlir 3-ün üstünə olur 4. 9 da 0 olduğu üçün daha yazılmır. Az qalmışıq, qutarıq. İndi 71-i hesablayacağım. Deməli 0,94 2-dən sonra 3 olduğu üçün 2 olduğu kimi qalacaq. İndi 72-ni hesablayacağım. 0, 9, 4, 4-dən sonra 8 gəldiyi üçün 4 bir vahid artacaq. üçün hesablayacağım. Deməli 0 tam
9, 4, 7'dən sonra 4 olduğu üçün 7 olduğu kimi qalır. 0,947 santimetr olacaq. Deməli, bu olacaq. 0,374-ü 2,154-ə vuranda 0, təxminən 0,1000-də deməli, əslində belə olur. Bura qədər yuvarlaqlaş. 9-dan sonra 9-dur, 9 bir vayda artır 10 olur. 10'un bir yaddaşı da 4'ün üzərinə gəlir, 4 olur 5. Daha sonraki sıfırları da yazmırıq. 2 dənə qalıb. Onu da yazaq. Deməli 75'dən 0,952. 2'dən sonra da 5 gəlir, 2 olur 3. Siz də kalkulyatordan hesablaya bilərsiniz ki, məsələnin şərtində özü deyir də. Məsələnin şərtində deyirsə eləyə bilərsiniz, demirsə eləyə bilmərsiniz, eləməyin yəni. 0, 9, necə hesablayırıq? 2,154'ə vururuq hamısını. Başda izah elədim. 5, 5'dən sonra 0 gəldiyi üçün olduğu kimi qalacaq. 953, düz, belə. A variantını yazdıq. Məlumatları tezlik cədvəlində təsvir etməyimizi istəyir. İndi bunun üçün nə edəcəm? A variantında yazdığım ardıcılığı istifadə edəcəm. Kitabı da tezdən eyni şeyləri yazıb vaxtımızı da aparmayaq da. Ona görə bunları siləcəm. A variantında buradan siləcəm. Bunlar qalsınlar. Sadəcə olaraq ədədləri bir dənə saxlamaq istəyirəm ki, onsuz silib ədədləri təzdən yazmayacaqdım. Ədədləri silmirəm ki, bir də yazmağa vaxtımız getməsin. Tezlik cədvəlini də quranda ədədlərimizi yazırıq bura. İndi bunlardan hərəsindən neçə dənədirsə onu yazacağım. Baxaq. 64'dən baxaq burada neçə dənə var. Və biri buradadır. Düzdür. Və 1. Sonra 64. Bir dənə də elə. 65'dən burada yoxdur, burada yoxdur. Burada yoxdur, burada da yoxdur, burada da yox. Hə, burada var. Biri. Elə bir dənədir. 66'dan 1 66'dan 1 2 3 dənə 66 var. 67'dən 1 2 dənədir. 68'dən 1 2 bundan da 2 dənədir. 69'dan 1 2 3 dənədir. 7'dən deyilə bir dənə idi onunla. Yo, 1 2 dənədir. 2 dənəymiş. Yo, hətta 3 dənədir. 1 2 3 Dördüncü də olar birdən. Baxın bir dənə. Yox. 71'dən 1 2 3 dənədir. 72'dən 1 2 3 dənədir 72'dən. 73'dən 1 2 dənədir. 74'dən 1 2 dənədir 74'dən. 75'dən 1 2 dənə 75'dəndir və bir dənə burada qaldı, o da 76. 1. Vəssalam. Sonra bu da bizim tezlik cədvəlimiz, yəni B variantı. C-də hər bir ədəddən böyük və ya kiçik olan ədədləri söyləyin. Yəni çox rahatdır. Məsələn 0,364'dən kiçik burada bir şey yoxdur, amma böylə qalan hamısı böyükdür. Sonra məsələn bir nümunə olaraq bunu götürsəm 0,368'dən kiçiklər
0,364, 65, 66, 67 bunlar kiçiklərdir. Böyüklərdir ki 69 da, 70, 71 və s. Bunlar da ki böyüklərdir. Yəni bunu bilirsiniz də, yəni burada qeyri-adi bir şey demir. Sonra D variantında 0,365 düymdən böyük, 0,374 düymdən kiçik olan ədədlərin sayı bütün ədədlərin sayının neçə faizini təşkil edir. Əvvəlcə gəlin bu şərti ödəyəni tapaq. 65-dən böyük 74-dən kiçiklər. Baxın. 65-dən böyük 74-dən kiçiklər. 65-dən böyük 65-in özünü saymırıq. 74-dən kiçik 74-ün özünü saymırıq. Bax bu aralıqda olanları gəlin sayaq. Görək nə qədərdir. Və şifahi sayaq. 3 üstə 2 5, 5 üstə 2 7, 7 üstə 3 10, 10 üstə 3 13, 13 üstə 3 16, 16 üstə 3 18, 18 üstə 3 21. 21. Deyir 21 bütün hamısının. Görək bütün hamısı nə qədərdir? Buradan bir sayıb cəmləyə də bilərsiniz. Və yaxud da bu damaların sayı elə buradakıların sayıdır da. Damaları sayaq. Deməli 1, 2, 3, 4 dənə buradandır. 1, 2, 3, 4, 5, 6, 7 dənə burada. 4 vur 7, 28 dənə də hamısıdır. 21, 28-in hansı hissəsi? 21-i 28-ə bölərəm. Vuraram 100-ə. 7-yə ixtisar aparsam 3 burada, 4 burada qalar. 25-i də 3-ə vuranda 75%. Və bir daha deyirəm. 0,365 düymdən böyük, 0,374 düymdən kiçik olan ədədləri buradan saydım. Elədi 21. Bütün ədədləri buradakıların hamısını sayıb toplaya da bilərdiniz və ya buradakı damaları saya bilər. Damaların sayı sütunlar, daha doğrusu sətirlər 4 dənə, sütunlar 7 dənə, sətirləri, sütunları bir-birinə vuraram, 4-ü 7-yə vuraram. Bütün damaların, bütün xanaların sayını, yəni 28 taparım. 21-28-in hansı faizin təşkil edir? 21-i 28-ə bölüb 100-ə vuraram və beləliklə də sayı taparam. Belə. Bu bizim 4-cü tapşırığımız oldu. 17 dəqiqədir tapşırığı işləyirik. Keçən növbəti 5-ci tapşırığımızı yazaq. Deməli, çalışma nömrə 5. Deyir, bir neçə pilotsuz uçan aparat, yəni dron haqqında məlumatın verildiyi cədvəldən istifadə edərək aşağıdakı sualları cavablandırın. Deməli, pilotsuz uçuş aparatı. Burada adları göstərilib. Məsələn, Bayraktar Akıncı, yəni hamısının burada adları göstərilib. 4 dənə pilotsuz uçuş aparatının adı göstərilib və burada xüsusiyyətləri göstərilib. Və burada məlumat var. Deyir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan Vətən savaşında şanlı ordumuz hərb tarixinə düşən yeni döyüş taktikasından istifadə etdi. Vətən müharibəsi adlandırdığımız bu savaş dünya tarixində dron müharibəsi kimi də yadda qalacaqdır. Və burada ona aid məsələ verilib. Gəlin indi variantlara baxaq. A variantında deyir ki, Bayraktar Akıncı ilə Hermes 450-nin qanadlarının açılışı arasındakı fərq nə qədərdir? Baxaq. Deməli, Bayraktar Akıncı. Bunun qanad açılışı nə qədərdir? 20,6 metr. Hermes 450-nin qanad açılışı nə qədərdir? 10,5. Sondakı sıfırı yazmıram. Deyir, bunların arasındakı fərq nə qədərdir? Çıxaram da. Yəni 20,6-dan 20,6-dan çıxaram. 10,5-i. Eləyər 10,1 metr. Məsələn, B variantına baxaq. Bayraktar Akıncının qanad açılışının öz uzunluğa nisbətini tapın. Qanad açılışı 20,6-dır dedik. Öz uzunluğu nə qədərdir? 12,5. 20,6-nın 12,5-ə nisbətini neyləyin? Tapın deyir. Və alınan ədədi 1/10 mərtəbəsinə qədər yuvarlaqlaşdırın. Deməli, 20,6-nı bölməliyik 12,5-ə. 20,6 bölsün 12,5.
Surət və məxrəci 10-a vursaq, 206 bölünsün 125 eləyər ki, tam ədədi bölmək rahatdır. 206-nı 125-ə də böləndə 1 tam 1648 edər və bunu onda birlərə qədər yuvarlaqlaşdırsaq, 6-dan sonra 4 gəldiyi üçün 6 olduğu kimi qalacaq və 1,6 metr, yox, vahidsiz olacaq. Çünki metri metrə böləndə, belə bir burada da metr var, burada da metr var. Bunlar ixtisar getsə nə qalar? Heç nə. Ona görə cavab elə 1,6 olaraq qalacaq. C variantına baxaq. Əgər siz Hermes 450-nin modelini, onun həqiqi ölçülərinin 0,5 metrini 2 sm qəbul etməklə düzəltmək istəsəniz, sizin modelin uzunluğu nə qədər olar? Deməli, bunun uzunluğu 6,1-dir də, düzdür. 6,1 metrdir normalda. Həqiqi uzunluğu budur. İndi deyir ki, siz əgər onun modelini qurmaq istəsəz, 0,5 metri 2 sm qəbul etsəz, onda 6,1 deyil, onda 6,1 10'dur daha doğrusu da, indi nəsə 10'la 1 eyni şeydir də. Deyir, yəni bu onda neçə santimetr olar? X santimetr. Gəlin indi bunu tapa. Əgər 0,5 metr 2 santimetr uyğun gələrsə, onda 6,1 görə neçə santimetr uyğun gələr? X-i tapmaq üçün 6,1'i vuraram 2-yə, bölərəm 0,5'ə. O da bərabərdir. 6,1'i 2-yə vuranda 2, 12, onda 0,5'ə bölsəm, sürət və məxrəci 2-yə vuraram. 4, 4, 2 da 1. O da eləyər 24,4 deməli santimetr. 24,4 santimetr olacaq. Ondakı təxminən 24 santimetrdə deyə bilərik. Yəni ki, təklik mərtəbəsinə qədər yuvarlaqlaşdırdıq. Belə, sonuncu variantı da yazaq, onunla da yekunlaşdıraq. Demək, D variantında deyir ki, 3-cü bənddə verilən miqyasla düzəldirən aerostar modelinin qanad açılışı neçə santimetr olar? Yəni, 3-cü variantda deyir ki, 0,5 metrə 2 santimetr uyğun gəlsin. İndi bunun qanad açılışı. Aerostar buradır. Qanad açılışı da ki, 7,5 metrdir. Görək 7,5 metri neçə santimetr etməliyik. Yenə X-i tapmaq üçün 7,5'i vuracam 2-yə, böləcəm 0,5'ə. 7,5'i 2-yə vursam 15 bölünsün 0,5. Sürət və məxrəci 2-yə vururam ki, məxrəcim 1 olsun. 0,5'i 2-yə vuranda 1, 15'i 2-yə vuranda 30. O da bərabər eləyər nəyə? 30. Deməli, 30 santimetr olmalıdır. Belə. Və ümumilikdə 12-ci səhifədəki tapşırıqlarımız bu qədər oldu hələlik.